Belə ki, gəncliyində Füzeyl ibn Əyyaz məşhur quldur və yol kəsən idi. Və çox məşhur bir quldur idi. Sanki bu sahədə, o quldurluq sahəsində, cinayət sahəsində çox tanınmış bir insanlardan biri idi. Belə ki, bu şəxs elə bir təhlükəli quldur idi ki, hətta onun yaşadığı məntəqədən karvanlar onun qorxusundan, onun dəstəsinin qorxusundan rahat şəkildə və asudə şəkildə hərəkət eləyə bilmirdilər. Tarixində yazırlar ki, günlərin bir günü bu şəxs Əbu Əli Füzeyl ibn Əyyaz yenə də bir evə qarət üçün daxil olmuşdu və qarət üçün daxil olduğu evdə divarda bir Quran ayəsinə rast gəlir. Quran ayəsi Hədid surəsinin 16-cı ayəsi idi ki, buyurur ki, Əuzu billahi minəşşeytanirracim. Ələm ya'ni lillezine amanu an taxşa'a qulubuhum lizikrillah. Ayə buyurur ki, iman gətirmiş insanlar üçün artıq zamanı yetişməyibdirmi ki, onların qəlbi Allah qorxusundan vəcdə gəlsin. Bu ayəni oxuyan Əbu Əli Füzeyl ibn Əyyaz sözün həqiqi mənasında ayənin təsir altına düşür və bir dərindən bir peşmançılıq hissi keçirir və orada Allaha üzünü tutaraq tövbə eləyir və nida eləyir, ağla gözlə belə deyir ki, bəli, həqiqətən o vaxt indi yetişibdir. Və bundan sonra Əbu Əli bütün cinayət aləmini tərk eləyir. Bütün cinayət işlərindən uzaq durur və artıq həqiqi və nəsuh tövbə eləyir. Bilirsiniz, bəzən insan elə olur ki, bir işdən emosiyalara qapılaraq, hissiyata qapılaraq peşman olur. Ancaq o emosiyalar söndükdən sonra insan həmin o səhvi, həmin cinayəti, həmin günahı yenidən təkrarlayır. Ancaq burada Allahın bir inayəti və bir lütfü var idi. İnsan həqiqətən də nəsuh tövbə etmək üçün gərək Allahın lütfüne, Allahın inayətinə sığına, Allahın rəhmətinə sığına. Və bu şəxs də belə oldu. Allah anında buna bir lütf inayət elədi. Buna bir rəhmət nəzəri ilə baxdı. Təbii ki, bəlkə də həyatında gördüyü hansısa bir işin bir təsiri idi, nəticəsi idi ki, Allah orada buna bir rəhmət gözü ilə nəzər saldı. Və bir daha bu pis işlərə qayıtmayacağını Allah qarşısında əhd bağladı Allahla, söz verdi. Və yazırlar onun